Mən istəyirəm ki, bu kiçik nümunədə Heydər Əliyevin öz rəhbərlərinin ünvanına necə gözəl ifadələr seçərək çıxış etdiyini konkret tarixi sübutla göstərim. Bu çıxışı Heydər Əliyev Sovet Azərbaycanının 60 illiyi mərasimində edib. Demək olar ki, heç bir dövlət, heç bir siyasi xadim sülh üçün Sovet İttifaqının onun sınanmış müdrik lideri Leonid İliç Brejnevin gördüyü qədər iş görməmişdir. Çıxışın bu yerində yazırlar ki, gürültülü, sürəkli alqışlar. Kommunizm quruculuğunun görkəmli təşkilatçısı və nəzəriyyətçisi, böyük inqilabi işin, Lenin işinin şanlı davamçısı Leonid İliç beynəlxalq vəziyyəti sağlamlaşdırma uğrunda yer üzərində əbədi sülh uğrunda yorulmaz mübariz kimi dünyada rəğbət qazanmışdır. Çıxış burada gürültülü, sürəkli alqışlarla kəsilir. Açığın deyim ki, bu sözləri, bu ifadələri davam eləmək olar, amma mənim ürəyim tab gətirmir, qəhərlənirəm. Razılaşın ki, olduqca təsirli, güclü ifadələrdir. Mən yapçıları, Heydər Əliyev sevənləri dəvət edirəm ki, öz liderlərindən rəhbərin ünvanına necə qəti, kəskin çıxış etməyi öyrənsinlər və bir yaxşılıq da edirəm, videonun sonunda sitat gətirdiyim kitabı bura yerləşdirirəm, əldə eləyib oxusunlar. Öyrənmək gec deyil. Sağ olun.